Salam dostlar, hər vaxtınız xeyir olsun. İzahlar silsiləmizə qaldığımız yerdən davam edirik. İzah keçməmişdən öncə qeyd edim ki, monitorinq izahlar devamlı paylaşılır. Bundan öncəki izah üçün kanala keçid edib baxa bilərsiniz. Bugün isə izah nəşriyyatından olan altın sizlər üçün monitorinq 2-nin izahını verəcəyim. İlk sualımızla başlayaraq, koordinat sistemində -4, 2, B 2 nöqtəsi verilib, təpələri A və B nöqtəsində olan kvadratın digər iki təpəsinin koordinatlarını təyin edərək bu kvadratın sahəsini tapır. Koordinat sistemini seçərək, koordinat sistemini seçəndə biz bilirik ki, Y oxu, X oxu, -4 və 2 nöqtəsini qeyd edirik. X-in mənfi hissəsi burada və 2 nöqtəsi. Daha sonra 3 və 2 nöqtəsi. Bu məsafəni tapmaq kifayət edir bizə. -4-dən 3-ə qədər məsafə 7-dir. Yəni kvadratın tərəfləri 7 olacaq. Digər koordinatlarımız da bizim 3, -2, -4 və -2 olacaqdır. Koordinatları da təyin edərək artıq kvadratın sahəsini tapmış olduq. Kvadratın tərəfləri 7 olduğu üçün 7-nin kvadratı 49-a bərabər olacaq. Kvadratın sahəsi 49 olacaq. Doğru cavabımız olacaq A variantı. 27-ci sualımızda dairənin sahəsi 225 pi santimetr kvadratıdır. Biz bilirik ki, dairənin sahəsi pi r kvadratıdır. Pi r kvadratı 225 pi'yə bərabərdirsə, pi'lər ixtisar gedir. R kvadratı 225 və r 15'ə bərabər olacaq. Yəni radiusumuz 15 olacaq. Çevrənin uzunluğu da 2 pi r ilə hesablandığı üçün 2 pi r olduğu üçün 2 vur 15 pi 30 pi'yə bərabər olacaq. Doğru cavabımız olacaq B variantı. 28. 250 manat soyucunun qiyməti 250 manatın 300 manata qalxmışdır. Soyucunun qiyməti neçə faiz artmışdır? Belə məsələlərdə dəmdən məsələləri üsulu ilə edirik. Yəni $150 manatdan 300 manata nə qədər artıb? 50 manat. 50'ni bölürük 250'yə, vururuq 100%. Nəticəmiz olacaq 20%. Yəni 20% artmışdır. Doğru cavabımız olacaq B variantı. Növbəti suallarımıza baxaq. Iyirmi 9-cu sualımızda bir kondisioner otağın havası hər yarım dəqiqədən bir 5 dərəcə azalır. Hava temperaturu 20 dərəcə olan otaqda kondisioner 18:58-dən 19:05-ə qədər işləyirsə, otağın temperaturu neçə dərəcə olar? Əgər yarım dəqiqədə, hər yarım dəqiqədə bu 5 dərəcə azalırsa, deməli 1 dəqiqədə 10 dərəcə azalmış olacaq. 18:58-dən 19:05 arasında 7 dəqiqədir. Hər 7 dəqiqədə bu 10 dərəcə azalan zaman 7 vur 10 dərəcə, yəni 70 dərəcə azalmış olacaq. Otaq temperaturu da 20 dərəcədir və 70 dərəcədə azalan zaman -50 dərəcəyə düşmüş olacaq temperaturumuz. Cavabımız olacaq -50 dərəcə A variantı. 30-cu sualımızda əkobun əboba nisbəti. Biz bilirik ki, eyni ədədlərin əkobunun əbobuna nisbəti bizə həmin ədədlərin ortaq olmayan sadə vuruqlarının hasilini verəcək. Gəlin biz burada 200 və 220 ədədlərinin ortaq olmayan sadə vuruqlarını tapaq. Ortaq olmayan sadə vuruqlarını. 200 və 220. Hər ikisində 0 olduğu üçün, yəni 10 ortaqdır. Onu qarşıya çıxarsaq 20 və 23 qalacaq. 20 və 22-də də hər ikisində ortaq 2-dir. 2-ni də qarşıya çıxarsaq 2 ona vurulacaq 20. Və nəticədə vuruqlarımızın mötərizə daxilində vuruqlardan biri qalacaq 10, digəri isə 11. Və bunlar da elə ortaq olmayan sadə vuruqlardır və bunların da hasili olacaq 11 vur 10, 110. Doğru cavabımız olacaq B variantı.
Şəkildəki kvadrat 8 bərabər üçbucağa bölünmüşdür. Rənglənmiş hissənin sahəsi 100 metr kvadrat olarsa, ən böyük kvadratın perimetrini tapın. Rənglənmiş hissənin sahəsi 100-dürsə, burada iki rənglənmiş hissə görürük. Deməli, ayrılıqda hər biri 50-50 olmalıdır. Və 8 bərabər üçbucağa bölündükləri üçün də bu üçbucaqların da hər birinin sahəsi 50 olacaq. Hər birinin sahəsi 50-yə bərabər olacaq. Ən böyük kvadratın perimetrini də tapmaq üçün deməli, burada 8 dənə 50 görürüksə, 8-i vururuq 50-yə. Ümumi kvadratın sahəsi olur 400 santimetr kvadrat. Bu kvadratın tərəfini tapsaq, 400-lə nəyin kvadratıdır? 20-nin kvadratıdır. Deməli, bu kvadratın tərəfləri 20-dir. Tərəfləri də 20-dirsə, perimetri 4 vurur 20. Yəni 80 metrə bərabər olacaq. Doğru cavabımız olacaq A variantı. Növbəti sualımıza baxaq. Otuz ikinci sualımızda Orxanın addımı 80 sm, Yəhyanın addımı 270 sm-dır. Hansı ən yaxın məsafədə onlar hər ikisi tam sayda addım atar? Əkobu tapmalıyıq biz buradan. Ən yaxın məsafə açar söz əkobun tapılmasıdır. 70 və 80. 70 və 80 əkobunu tapan zaman gəlin qısa yollara əkobunu tapaq. 80 və 70. Əkob 70 və 80. Hər ikisində 0 olduğu üçün onu mötərizə xaricinə çıxarırıq. Onu çıxaran zaman 7 və 8 qalacaq. 7 və 8 də qarşılıqlı sadə ədədlər olduğu üçün bir-birinə vurulacaq. 56 və 56 da ona vurulur. Əkobumuz olur 560. Doğru cavabımız olur B variantı. 30-cu sualımızda bu bucaqların cəmi 360 dərəcəyə bərabər olmalıdır. Üçünün cəmi 260 dərəcədirsə, bucaq üçünü tapmaq üçün 360 dərəcədə 260 dərəcəni çıxacaq. Nəticəmiz olacaq 100 dərəcə. 30-cu sualımız olacaq A variantı. 34 isə 2 vətər kəsişir. 2 vətərin kəsmə xassəsindən istifadə edərək M10-un ON-ə hasili bərabər olmalıdır K10-un OP-yə hasilinə. Verilənləri yerinə yazırıq. 3 vurulsun ON bərabərdir KO 4-dür. 4 vurulsun 6. ON bərabərdir 8-ə. Doğru cavabımız olacaq B variantı. 35-ci sualımız sadə bir tənlikdir. Çarpaz vurmasıyla həll edəcəyik. 2 vurulsun 5 çıxılsın 3x bərabərdir 4-ə. 4-ü 2-yə bölərik 2 qalar. 5 çıxılsın 3x 2-yə bərabərdir. 5-i 2-nin sağına keçirərik, yanına keçirərik. Mənfi 3 qalar. Mənfi 3-ə bölən zaman x olacaq 1. Doğru cavabımız olacaq B variantı. Arif 25 manat pulun 5-dəki hissəsinə dəftər, 5-də 1 hissəsinə qələm aldı. Gəlin aldığı hissələri cəmləyək. 5-də 2 topla 5-də 1. 5-də 3 hissəsinə qələm alıbdır pulunu. 25 manatın 5-də 3 hissəsini tapaq. 25-i 5-də 3-ə vuran zaman 15 manat xərcləyib ümumilikdə. 15 manat xərcləyibsə 25-dən də 15 çıxaraq 10 manat pulu qalmış olacaq. Doğru cavabımız olacaq A variantı. 37-ci sualımızda A ədədini 5-ə bölüşdükdə qalıqda 3 qalır. Ona görə aşağıdakılardan hansı 5-ə tam bölünür? Hansı ədəd bu 8 olacaq? Təbii ki, 8-i 5-ə böləndə qalıq 3 qalır. Və 5-ə tam bölünməsi üçün 8-dən 3 çıxarıq 5 və 5-ə tam bölünmüş olacaq. Doğru cavabımız olacaq C variantı. Otuz 38-ci sualımızda 3 ardıcıl natural ədəd n plus 1 n plus 2 bərabər olacaq 33-ə. 3n plus 3 bərabərdir 33-ə. 3n'imiz bərabərdir. 3n bərabər 30, n bərabər 10 olacaq. Ən böyük ədədimiz də n plus 2 olduğu üçün 10 topla 2, 12-yə bərabər olacaq. Doğru cavabımız olacaq C variantı. A ədədinin 3-də 2 hissəsi 40-a bərabərdir. Deməli, biz A-nı tapmaq üçün 3-də 2 hissəsi 40 olan ədədi axtarmalıyıq. Və yaxud da yazarıq A vurulsun 3-də 2 bərabərdir 40-a. Buradan A-nı tapmaq üçün 40-ı 3-də 2-yə bölərik. Yəni 40-ı 2-də 3-ə vurarıq.
A olacaq 60. B isə 5-də 3 hissəsi 15 olan ədəddir. 15-i 5-də 3-ə bölərik. Yəni B bərabərdir 15 vurulsun 3-də 5-ə. B isə 25-ə bərabər olacaq. Və bizdən də A böl B nisbətini istəyir. A 60-dır. 60-ın 25-ə nisbəti. Bunları da 5-ə 2 çarparsaq 5-də 12 qalacaq. Bunu da qarşı ədədə çevirsək 2 tam 5-də 2 olacaq. 2 tam 5-də 2 cavabımız olacaq B variantı. 40-cı sualımızda oturacağının radiusu 2 metr, hündürlüyü 3,5 metr olan çən su ilə doldur. Biz bilir ki, çən silindir formalı olur. Bu çənin şəklini çəksək, radiusu 2, hündürlüyü isə 3,5 metrdir. Biz bunun həcmini tapmalıyıq. Həcmini tapmaq üçün S oturacaq vurulsun H-dır. Yəni B bərabərdir pi kvadratı H-a. Pi kvadratı H. R-imiz 2-dir. 2-nin kvadratı olacaq. 4. 4-ü də 3,5-ə vuran zaman 14 pi. 14 pi santimetr kub olacaq bizim həcmimiz. 14 pi metr kub. Metr kub olacaq bizim həcmimiz. Və bu həcmin 75% qədər də su axıdılıb. 75% axıdılıbsa, qalıb yerdə 25%. Və bunun da 25%-ni tapmalıyıq. 14 vurulsun 3-dən %14 vurulsun 25 bölünsün 100%. 100-dən 25-i çarpararıq 4 qalar. 14 ilə 4-ü 2-yə çarpararıq 2 qalar. 14-ü də 2-yə 7 qalar. 3-dən %14 ilə də 2-ni çarpararıq. Və burada nəticəmiz alınacaq 10 tam %99 metr kub. Və bunu da litrə çevirsək, litrlə ifadə etsək, 10.990 litrə bərabər olacaq. Doğru cavabımız olacaq A variantı. 41-ci sualımızda şəkildə neçə bucaq var? Şəkildə neçə bucaq olduğunu baxın. Bir bucağımız A, B, C. Daha sonra A, B, C. A, B, C. Ayrı olan bütün bucaqları yazırıq. A, B, C, A, B, D, A, B, Y. Sonra B ilə olan bucaqları yazırıq. B, D, Y. B, Y, C. Sonra da Y ilə olan bucağı. Y, B, C. Ümumilikdə 6 bucağımız olmuş olacaq. 41-ci sualımızın doğru cavabı olacaq B variantı. 42-ci sualımıza baxaq. Aşağıdakı paraqrafda bir ayaqqabı düşən aylar üzrə satdığı ayaqqabıların sayı verilmişdir. İyun və iyul aylarında satılan ayaqqabıların sayı. Gəlin iyun ayında satılan ayaqqabıların sayını tapaq. İyun ayında satılan ayaqqabılar 150 ədəddir. İyulda satılanlar isə 120-dir. Bunları toplasaq, ümumiyyətlə 270 ayaqqabı edəcək. Aprel və may aylarında. Aprel ayında satılanlar 250. May ayında satılanlar isə 200-dür. Bunları da toplayan zaman 450. 450 edəcək. Və burada satılanlar bunlar nə qədər azdır tapmaq üçün də 450-dən 270 çıxmalıyıq. 450-dən də 270 çıxan zaman nəticəmiz olacaq 180. Doğru cavabımız olacaq C variantı. 180 ayaqqabı azdır. Məxrəci 30 olan neçə ixtisar olunmayan düzgün kəsir və bu tip məsələni həll etmək, yəni biz 30 ilə qarşılıqlı sayda olan ədədləri axtarmalıyıq. Bunu da axtarmaq üçün 30 sayda qruplarına ayırırıq. 30-u 2-yə bölən zaman 15, 15-i 3-ə bölən zaman 5, 5-i də 5-ə bölən zaman nəticəmiz olacaq 1. Yəni sayda qruplarımız olacaq 2, 3 və 5. Qısa yolla tapmaq üçün 30-u vururduq. 30 vurulsun. 1 çıxılsın 2-də 1. 1 çıxılsın 3-də 1. 1 çıxılsın
5'də 1. Sadələşdirsək, 30 vurulsun 2'də 1. 3'də 2 vurulsun 5'də 4. 2, 3 və 5'in hasili 30 olduğu üçün bunlar ixtisar gedir. Nəticədə qalır 8. Yəni 8 dənə ixtisar olunmayan düzgün kəsrimiz olacaq. Növbəti suallara baxaq. Dördüncü sualımız. Bir sinifdə 20 şagird var. Şagirdlər partalarda iki otururlar. Sinifdəki oğlanların 3'də 1'inin yanında qız, qızların isə yarısının yanında oğlan oturursa, sinifdə neçə oğlan var? Deməli, 21 sinifdə 20 şagird var. Şagirdlər 2-2 otururlarsa partada 10 partamız olacaq. Sinifdəki oğlanların 3'də 1'inin yanında qız, qızların isə yarısının yanında oğlan oturarsa, sinifdə neçə oğlan var? Oğlanların sayını x qəbul edək. Qızları isə bir y ilə işarə edək. Oğlanların 3'də 1'inin, yəni 3'də 1x yanında qız, qızların isə yarısının yanında oğlan oturursa, sinifdə neçə oğlan var? Deməli, x ilə y-in oğlanlarla da qızların cəmi 20 olmalıdır. Cəmləri 20 olmalıdır. Və 3'də 1x bərabər olmalıdır. Yan-yana oturduqları üçün 3'də 1x bərabər olmalıdır. Y bölünsün 2'yə. Buradan da çarpaz vursaq, x bərabərdir 3y-ə. X bərabərdir 3k, y də bərabərdir 2k. Gətirib yerinə yazsaq 5k bərabərdir 20'yə, k bərabərdir 4'ə. Oğlanların sayında soruşduğu üçün oğlanların sayı x idi. 3k olduğu üçün 3 vurulsun 4. 12 oğlan olacaq sinifdə. Doğru cavabımız olacaq B variantı. 45-ci sualımızda qiymətləri yerinə yazıb hesablamalıyıq. Sonra onları cəmləməliyik. -2 qoyan zaman -2 çıxılsın 1 bölünsün -3 y bərabər olur -1'ə. 0 qoyan zaman 0'dan 1 çıxanda -1 y olur -3'də 1. 8 qoyan zaman 8'dən 1 çıxan zaman 7 3'də 7 y olacaq 3'də 7 və bunların y-in ala biləcəyi qiymətlərin cəmi olacaq -1 çıxılsın 3'də 1 topla 3'də 7 olacaq 3'də -3 çıxılsın 1 topla 7 cavab olacaq 1. -4 -4 üstə 7 gələn zaman müsbət 3 üstə 3'ə bölən zaman doğru cavabımız olacaq C variantı. 2 müsbət ədəddən birinin 20%, digərinin 50%-dən bərabərdir. A-nın 20%, digər də B olsun, B-nin 50%-dən bərabərdir. Buradan 2A bərabərdir 5B. 2 ədəd 40-dırsa, 2A bərabərdir 5 vurulsun 40'a, A bərabərdir 100'ə. Ədədin biri 100'dür, digəri isə 40'dır. Cəmlər də olacaq 140. Doğru cavab olacaq 140. Son 4 sualımız. -47 və 48-ci sualımız. 47-ci sualımızda Orxan Şahdağın zirvəsinə çatmaq üçün birinci gün yolun 13'də 5 hissəsini, ikinci gün isə yolun 13'də 7 hissəsini getmişdir. Ümumilikdə 2 gün ərzində 12'də 5 topla 12'də 7. Yəni tam gedib 12'də 12 tam hissəsini gedib. Şahdağın zirvəsinə qədər olan məsafə təxmini 4200 metrdir. Deməli, bu 4200 metr məsafəni sona qədər qalxıbdır. Orxan birinci gün neçə metr yol gedib? Birinci gün 12'də 5'in getmişdir. 4200 metrin 12'də 5 hissəsini tapırıq. 4200'ün də 12'də 5 hissəsini tapan zaman 1750 metrin birinci gün getmiş olacaq. Doğru cavabımız olacaq 1750 metr. 48-ci sualımıza baxaq. İzə nəşriyyatı üçbucaq yarışının qaydalarını açıqlayır. Açıq sualların hər birində doğru cavab verdikdə 10 bal, səhv cavab verdikdə -5 bal verilir.
Qapalı sualların hər birinə doğru cavab verdikdə 5 bal, səhv cavab verdikdə -3 bal verilir. Yarışda iştirak edən Mahir 20 açıq sualdan 15-nə düz, 5-nə səhv cavab verir. Qapalı suallara isə vaxt çatmadığı üçün cavab verə bilmirsə, yekun balı neçə olar? Deməli, 20 açıq sualın 15-nə düz cavab veribsə, 15 vurulsun 10. 150 bal edəcək. 5-nə isə səhv cavab veribdir. 5 vurulsun, -5, -25 bal. Qapalı suallarda vaxt çatmaq üçün cavab verməyib, ona görə heç bir bal verilməyibdir. Və yekun balı olub 150 topla -25, yəni 150 çıx 25. 150 çıx 25, 125 bal. Ümumi topladığı yekun bal 125 bal olacaq. Son iki sualımız. 49-cu sualımızda maraqlı sualdır. 23-dən 99-a qədər bütün iki rəqəmli ədədləri yazaraq əldə olunan ədədi neçə rəqəmlidir? Buna belə yanaşırsınız. Parça daxilində 23 və 99 aralığında. Tapırıq bu aralıqda ədədlərin sayını. Bu intervalda ədədlərin sayını tapmaq üçün biz 99-dan 23 çıxıb üzərinə 1 əlavə etməliyik. Və bu aralıqda neçə ədəd olmuş olacaq? 77 ədəd. 77 ədədimiz olmuş olacaq və 77 ədəd hər biri də 2 rəqəmdən ibarətdir. 77 vurulsun 2. 154. 154 rəqəmli ədəd alınacaq nəticədə. 50-ci sualımız. Anar anadan olanda bacısı 5 yaşında idi. İndi Anarın 9 yaşı olarsa bacısı neçə yaşı olacaq? Təbii ki 14 yaşı. 5 topla 9. 14 yaşı olmuş olacaq. Doğru cavabımız olacaq 14. Bugünlük izahımız bu qədər. Növbəti izahlar üçün kanala abunə olmağı unutmayın.